Əvvəl məsələn bir evdə 5, 6, 7, 8 uşaq vardısa, indi 1-2 dənə uşaqdır. Sizcə buna səbəb nədir? Ona səbəb deputatlarına sual verir. Uşaq pulu versinlər, cəmaət da uşağını evləndirsin. Mənim oğlumu evləndirə bilmirəm. Deyir ki, ay mama deyir, uşaq saxlamaq deyir, asan iş deyil, ailə saxlamaq. Dolanışıq yoxdur, iş maaş yoxdur. Fəhlə alır maaş? 300-500 manat. Nazirimiz də alır 5-6 min. Uşaq pulu verilməməsi bu bir. İkinci, ən birinci səbəb elə uşaqlara çörək pulu verilməməsidir. Üçüncü, ailə boşanması səbəbdir. Məsələn, xanımlarımızı alırlar qohumluğu, ləğv ediblər, qohumluq olanda yenə heç olmasa bir ayıbdır deyən olurdu. Bir ağsaqqal, qarasaqqal yoluna qoyurdu. Amma indi heç kim işinə qarışmır. Onun üçün də uşaq olmur. Əziyyətlidir deyin. Xanımlar bu işlərə dözmür. Amma əziyyətli deyil. Mən 10 uşaq olmuşuq biz. 7 qardaş, 3 bacı. Amma hamımız təhsil almışıq. Bunun səbəbləri işsizlik. Birini gücünə saxlayır cəmaət, ikincisini hara şeyləsin. Hamı işsiz, gücsüz. Bu yaşda hara gedirsə deyir, bu yaşda işə götürmürük. Hara gedim işləyim, nə edeyim, nə iş görüm, nə ilə məşğul olum. Yoxsulluq. Pul demək olar ki, yox vəziyyətindədir. Düzdür, məndə 3 uşaqdır. İstəyərdim daha çox olsun. Amma bir dənə sosial yardımı düzəltməkdən ötürü, məsələn, ən azı 6 ay gözləyirik. İndi qidalar çox bahadır da, ona görə də aldığın məbləğindən o qidaları ala bilmirsən. Kasıbçılıq. Subayların 35 yaşı var, evlənmirlər. 400 manatla neynəsin subay? Yaşayış yoxdur da, ona görə. İş yeri yox, vəziyyət pis. Heç kim ailə qurmaq istəmir, çünki evi yox, eşiyi yox. Buna görə də pisdir vəziyyət. Ona görə də uşaq doğumu artımı yox, uşaq pulu verilmir. İmkansızlıqdan, vaxtında getmirlər ara, evlənmirlər. Çünki problemlər çoxdur. Bunun səbəbi hər şeyin bahalaşmasında. Maddiyyat çox zəif. Onunla əlaqədar, başqa nə ilə əlaqədar ola bilər ki? İqtisadi çətinlik. Cavanlar evlənə bilmir, ev yox. Bunlar çox çətindir. Belədir.